Salam əziz dostlar, ARB televiziyasında bir gün verilişi yenidən efirdədir. Biz hazırda Bakıdayıq, biraz sonra isə Azərbaycanın digər bölgəsində olacağıq. Biz hara gedirik, kimi çəkməyə gedirik, gözünüz bizdə olsun. Əlikram Bayramovun Biləsuvardakı evi ilk dəfə Yalçın Uğur'un bir gün verilişində. Biləsuvarda toy olacaq, özdə tezliklə. Toyda bəy kim olacaq? O hansı doğmasına görə göz yaşı tökdü. Mənə vəsiyyət elədi. Müğənni çətin günlərini dilə gətirdi. Xəstəxanaya apardılar məni hər gün. Çəkiliş zamanı yıxılan müğənni nədən söyləndi? Yoldaşı hansı məşhura görə Əlikramdan küstü? Əlikram Bayramov boşanmayıb ki. Oğlu atasından niyə incidi? Atamdan çox pis incidim. Qalmaqal yaşadığı Mənzurə Musayevadan açıqlama gəldi. Dedim Mənzurə evlənərdim, dedim mən evlənərdim. Tanınmış müğənni ailə qurur. Mən Zeynəb Həsəni və heç yerdə demədiyim açıqlamalarım yalnız bir gün verilişində. Zeynəb və nəfəs dostluğu bitdimi? O kitabı ümumiyyətlə bağlamışam. Yalçın Uğur'un bir gün layihəsində yenə də olanlar olacaq. Əziz tamaşaçılar, biz artıq gəldik, Biləsuvar rayonuna çatdıq. Anonslardan gördüyünüz kimi bu günləri tanınmış müğənni Əlikram Bayramovun bir gününü çəkib sizlərə təqdim edəcəyik. Gözünüz bizdə olsun. Min qız içində seçmişəm, eşq badəsini itmişəm. Günahım bir sevmək olub, mən günahımdan getmişəm. Min qız içində seçmişəm, eşq badəsini itmişəm. Əziz tamaşaçılar, biz artıq gəldik Əlikram Bayramovun yaşadığı evin qarşısına. Qapını döyək, görək bizi kim qarşılayacaq. Allah'ım neynəyim, tək onu sevdim, yanır ürəyim, qırpılır gözlərim. Allah'ım. Salamünaleyküm, qapının ağzına görüşməzlər. Tərsən, nə var, nə yox. Sən adam bildim mən buradayam. O bəzi verişlər olur, öncədən qurama. Bizimki də onlardan oldu sanki. Elə vaxtı gəldin Allah haqq. Yuxudan təzə durmuşam. Gizdə toyda olmuşam Lənkəranda. Saat 4-5 falan belə gəlmişəm. İndi hazırlaşdım, rayona gedim, bir-iki bazarlıq edim, evdə heç nə yoxdur. Bazarlığa biraz sonra gedəcəyik. Bir yerdə gedərik. Bir yerdə gedərik. Olar. Bəs əsas məsələ Əlikram hardadır? Atam nə bilim abi, bağ həvəskarıdır. O səhər-səhər tezdən oyanır. Onunki bağdır, həyət bazadır. Bəlkə də onun yaşına satanda mən də olacam, bilmirəm. Bax, Əlikram Bayramov qalibin həyatında nə kimi rolu var? Bir atandır. Amma bir müğənnilik fəaliyyətinə başladın, bir dəstək, bir belə deyərdim, ata-bala, bəzən deyirlər ata-balayıq, amma aralarda bir sizdən mən bilirəm ki, dostdur sən. Biz dostuq, çox yaxın dostuq. Mənim həyatda demək olar ki, bir dənə dostum var. O deyir, atamın ən yaxın dostum. O qədər bir-birimizdən səmimi, bir-birimizin sirləri var. O mənim sirrimi vermir heç kimə. Mən onun sirrini təbii ki, vermirəm heç kimə. Məndə bəzi şərtlər var da. Amma bu günlərə bir-iki sirri açacağıq. Bağda da. Xəbər verin bəlkə özünə. Gedək. Gedək bir yerdə. Canım ayoğlu, sizi böyüttüm, əziyyət çəkib hər şeyə dözdüm. Sağ ol atacan, bizi düşündün, gecələr yandın, səhər üşüdün. Qurban olum, nə olar bu qədər üzülməsən, bizi çox düşünməsən, canım sən atamsan. Canım oğlum, həyatım, damarda yaxan qanım, sizə qurbandır canım, canım sana yoxdur. Oğlum canım, sənə dünyanın darın, gətirim dağın qarın, canım sana oğlum. Atam canım, sənə dünyanın varın, gətirim dağın qarın, canım sana yata. Səhər yeri əsli gülün, gözlərində qalıb gözüm, bir mənə bax canım gözüm. Ölürəm sənin üçün, ölürəm sənin üçün. Səhər yeli əsli gülün, gözlərində qalıb gözüm, bir mənə bax canım gözüm. Ölürəm sənin üçün, ölürəm sənin üçün. Bir dəfə mənə bax, ürəyim yandı ah, bu nə bəlaydı, nə sevdaydı, düşdüm ay Allah.
Allah, bir dəfə mənə bax, ürəyim yandı ah. Əlikram Bayramovun Biləsuvardakı evi ilk dəfə Yalçın Uğur'un bir gün verilişində. Biləsuvarda toy olacaq, özü də tezliklə. Toyda bəy kim olacaq? O hansı doğmasına görə göz yaşı tökdü. Mənə vəsiyyət elədi. Müğənni çətin günlərini dilə gətirdi. Xəstəxanaya apardılar məni hər gün. Çəkiliş zamanı yıxılan müğənni nədən söyləndi? Yoldaşı hansı məşhura görə Əlikramdan küstü? Əlikram Bayramov boşanmayıb ki? Oğlu atasından niyə incidi? Atamdan çox pis incidim. Qalmaqal yaşadığı Mənzurə Musayevadan açıqlama gəldi. Dedi Mənzurə nə evlənərdin, dedim mən evlənərdim. Tanınmış müğənni ailə qurur. Mən Zeynəb Həsəni və heç yerdə demədiyim açıqlamalarım yalnız bir gün verilişində. Zeynəb və nəfəs dostluğu bitdimi? O kitabı ümumiyyətlə bağlamışam. Yalçın Uğur'un bir gün layihəsində yenə də olanlar olacaq. Əziz tamaşaçılar, biz Bakıdan düz Biləsuvara gəlib çatdıq. İndi Əlikram Bayramov vaxtlarıq. Deyirlər ki, bağçada işləyir. Gedək. İndi biz bu günləri ancaq işimiz Əlikram Bayramovu axtarmaqla keçəcək deyəsən. Müğənnilikdən başqa Əlikram Bayramovun görək başqa qabiliyyətləri varmı? Yorulmayasınız. Sağ olun. Sağ olun, sən tərsiz. Oğlan gördünüz. Biz düz Bakıdan. Sən Allah. Xoş gəl, səfa gətirmisiniz. Sağ olun. Yorulmayasınız. Hə, sevdi, təmizləyirdim də buranı. Qariflə kəndə gəlmişdik. O da Allah kömək olsun, kömək elə buna. İstədik bu günləri Əlikram Bayramovun kənd həyatını tamaşaçılarımıza göstərək. Görək Əlikram Bayramovun kənd həyatı necə gedir. Demək, kənd həyatı, demək, səhər gəlmişəm bura. Yəni, gəldim, gördüm, o tərəf var burada. Buradan başladım, elə buranı təmizləməyə. Qaribə dev işlərini tapşırmışam. Baxın, bir çoxları deyirlər ki, müğənnilərlə tək ifaçılıqdan başqa bir iş bacarmırlar. Maşallah olsun, Əlikram Bayramovun əl qabiliyyəti də var. Bəli, əl qabiliyyətim var. Mən kənd həyatını sevən insanam. Şəhərdən kətdə doğulmuşuq da biz. Bu evdə, bu həyat bacada Allah rəhmət eləsin, atamla anamla qalmadı. 2 yaşımda atamı itirmişəm, sonra anam mənə vəsiyyət elədi. Evimiz köhnə idi, onu söktüm. Fikirləşdim ki, təzə ev tikim, anamın vəsiyyətini yerinə yetirdim. Ev tikdim baba. 7 ilə tikdim, uzun müddət çəkdi. Sonra bu həyat bacada xüsusi ayırdım buranı. Buranı bağ eləmişəm. Bu evləri söyləyeyim ki, birazdan sonra bura xiyar pomidor əkmişəm. Allah bizə inşallah gələn dəfə gələndə xiyar pomidor da yeyəcəksiniz. Yasin bəy, müğənni deyəndə müğənni də insandır. İnsan fiziki işlə məşğul olmalıdır, mütləq məşğul olmalıdır. Mən də kənd həyatını sevən insanam. Uşaqlığım bu kətdə keçib, Biləsuvar rayonunun yuxarı Cürəli kəndidir. Həyatımı burada keçirmişəm. Kənd təsərrüfat işlərinə məşğul olmuşam. Uzun müddət. Heyvandarlıqla məşğul olmuşam. O belə çox sevirəm kənd həyatını. Mənim üçün həyatım. Mən bu günləri Əlikram Bayramovu ötən günlərinə qaytarmaq istəyirəm. Mənim gözüm üstə. Ötən günlərə qayıtmaq biraz çox çətindir. Çünki o elə günlər idi ki, onlar ötən günə gün çatmaz, çalasan günü. Amma haradasa xəyalən qayıtmaq olar. Yasin bəy, siz necə dəstək eləyək. Amma burada mənim biraz işlərim vardı, ya bağışlayasınız bir. Amma qonaq gəlibsiz də. Biz sizi gözləyə bilərik. Siz işlərinizi yekunlaşdırın. Daha sonra... Yox. Allah qonağı qonaqdır. Birinci qonaq, sonra işlər. Bura kimi vurmuşam. Ölçəm. İndi biraz yerim qalıb, inşallah sizlə bir gəzərik, dolanarıq. Mənim günlük həyatımı. Mən adətən bazarı çox sevirəm. Bazara gedim, meyvə bazarını çox sevirəm. Bu gün meyvələrim də var, burada ağaçları da. Al çəkmişəm. Müxtəlif armutum var, heyva var. Sonra bir çox ərigim var, bir çox ağaçlarım var. İstəsən, alça dərmişəm. Ya yerdən, ya göydən, səmadan, ya küləkdən, məni sevən ürəkdən, mənim sevgilim gəlir.
ürəkdən mənim sevgilim gəlib. Ya yerdən ya göydən, səmadan ya küləkdən, məni sevən ürəkdən mənim sevgilim gəlib. Əziz tamaşaçılar, biz Sədərə Ticarət Mərkəzində yerləşən Elite Electronics mağazasındayıq. Türkiyə markası olan Elite Electronics'də gözəl qazanlar, çaydanlar, ət-çəkən maşınlar, samovarlar. Bir sözlə, burada bütün məişət əşyaları var. Elite Electronics bu sahədə özünə rəqib tanınır. Velosipeddə toy olacaq, özü də tezliklə. Toyda bəy kim olacaq? Çəkiliş zamanı yıxılan müğənni nədən söyləndi? Yoldaşı hansı məşhura görə Əlikramdan küstü? Əlikram Bayramov boşanmayıb ki? Oğlu atasından niyə incidi? Atamdan çox pis incidim. Qalmaqal yaşadığı Mənzurə Musayevadan açıqlama gəldi. Dedi mən sizlə evlənərdim, dedim mən evlənərdim. Tanınmış müğənni ailə qurur. Mən Zeynəb Həsəni və heç yerdə demədiyim açıqlamalarım yalnız bir gün verilişində. Zeynəb və nəfəs dostluğu bitdimi? O kitabı ümumiyyətlə bağlamışam. Yalçın Uğur'un bir gün layihəsində yenə də olanlar olacaq. Əlkəm müəllim, bax bir çoxları bu sənətə çox asan yollarla gəlib çıxırlar. Mən bilirəm ki, Əlikram Bayramov adını qazanana qədər, yəni məşhur eləyənə qədər çox əziyyətlərdən keçib. Amma bəzən tamaşaçılar bunu hiss eləyə bilmir, bəzən bunu görmür. İnanın mənə, mən dişlə dırnaqla gəlib çıxmışam bu işə. Çox çətinliklə. Köhnə bir studiya var idi, Sabığı studiyası, Allah hazın rəhmət eləsin. O studiyadan başlamışam. Mən həyatda xoşbəxt insanam, mənim arxamda gözəl bir xanım ailəm var, böyüklərdən üzr istəyirəm. Mənim yoldaşım inan ki, mənə qulağımdan sırğanı qoyundan sepi çıxardıb, barmağını üzüyü çıxardıb ki, get tanan yenə, sən sevilən müğənni olmalısın.